Azərbaycan ictimaiyyətini sarsıdan xəbər. Tanınmış şəxsiyyət Cabir İmanov bugün gözlənilmədən dünyasını dəyişib. Bütün ölkə heyrət və kədər içindədir. Hadisə elə bir anda baş verib ki, heç kəs inanmaq istəmir. Sentyabrın 29-da günorta saatlarında Cabir İmanov Bakının Səbail rayonunda yerləşən məşhur idman zalına yollanır. Adəti üzrə məşq edərkən qəfil vəziyyəti pisləşir. İdman zalındakı şahidlərin sözlərinə görə o an qəfil yerə yıxılıb. Zal işçiləri və orada olan insanlar dərhal təcili yardıma zəng ediblər. Hadisə yerinə gələn tibbi briqada təcili reanimasiya tədbirlərinə başlayıb. Onun ürəyində ciddi problem, infarkt olduğu təsdiqlənib. Tibbi personal ürək masajı, nəfəs prosedurları həyata keçirsə də təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb. Bu xəbər cəmiyyətə ildırım sürəti ilə yayıldı. Sosial şəbəkələrdə Cabir İmanovun dostları, həmkarları və pərəstişkarları dərin hüznlərini bölüşürlər. Onun sadəcə 49 yaşında dünyadan köçməsi hər kəsi sarsıdır. Çoxları yazır ki, Cabir həyat dolu, sağlam görünürdü və heç kəs bu qədər qəfil gedişi gözləmirdi. Bu hadisə bir daha sübut edir ki, həyat nə qədər qısa və gözlənilməz ola bilər. Azərbaycan mədəniyyətində və ictimaiyyətində öz yeri olan Cabir İmanov artıq aramızda yoxdur. Amma onun xatirəsi, gördüyü işlər, insanlara bəxş etdiyi xatirələr həmişə yaşayacaq. Bu faciəvi xəbər bir sualı hamımızın qarşısında qoyur. Sabah kimin başına gələ bilər? Həyatın dəyərini bilmək, sağlamlığa diqqət yetirmək hər